O vaxta kimi də indi görüm sizdən nə rəylər var. Çalışacağım heç kəsin rəyini yuxarıdan itirməyim. Ona görə ekrana yox da kənar ekrana baxıram dostlar. İcazənizlə ondan sonra sizə geri dönüş edəcəm burada. Baxırıq bura. Ağayevdən rəy var. Motivasiya barədə bir sualım olacaq. Bir neçə gün öncə bir təlimçi motivasiya olmadığını və motivasiya əvəzinə isteğin olup olmadığını söylədi. Sizin fikriniz nədir? Motivasiyanı irəli sürdürən sadəcə marketologların olduğunu söylədi. Bir daha oxuyuram ki, tam cümləni rahat başa düşüm. Motivasiya barədə bir sualım olacaq. Bir neçə gün öncə bir təlimçi motivasiya olmadığını və motivasiya əvəzinə isteğin olup olmadığını söylədi. Sizin fikriniz nədir? Motivasiya irəli sürdürən sadəcə marketologların olduğunu söylədi. Sualı tam anlamadım əziz Ağayev, amma yenə də bunun üzərinə anladığım qədərilə ümumilikdə motivasiyadan danışacağım. Baxın dostlar, trenddir. Artıq hətta üzüldüyüm odur ki, şəxsinə və insanlara öyrətdiyinə çox izlədiyim, belə deyim, Azərbaycanın öndə gedən təlimçiləri belə bu trenddən istifadə edib düşüb ortalığa deyirlər ki, motivasiya yoxdur, motivasiya boş şeydir, motivasiyanın başını buraxın. Bunu, yəni motivasiyanın ziddinə gedən bir trend var. Və görürəm ki, hamı da bu trendi çox ələ alıb bunu irəli sürürlər. Yazıq bizim gənclikdə, onsuz da əllərində heç nə yoxdur. Bir dənə motivasiyalar var, onu da əllərindən alırlar artıq. Məni tanıyan bilir. Mən motivasiya üzərinə bir həyat qurmuşam. Zaten bilirəm ki, ona görə bu sualı mənə verirsiniz. Və bütün uğurlarımda əsas rolun, əsas aparıcı qüvvənin nüans mənim məhz şəxsi motivasiyamdır. Həyata bu motivasiyanı baxmağım olub, rol oynayıb, istənilən çətinliklərdədir və həyatımın indiki anında belə növbəti xəyalımda gələcəyin növbəti səhifələrini yazıram həyatım adına. Onda belə əsas aparıcı qüvvə mənim buna motivasiyamdır. Mənim motivasiya yanaşmam budur. İkincisi, mütləq şəkildə bu həyatda xəyalındakı gələcəyi qurmaq üçün sənin buna motivasiyan olmalıdır. Mən motivasiya boş şeydir deyən insanların həmişə birinci cümlələrini dinləyirəm. Deyirəm, tamam, boş şeydir. Mən bu nəysə deyəcək də. Yəni, ikinci hissəni gözləyirəm. Tamam, boşdursa, gətirdiyin həll yolu nədir? Əgər bunu həll yolu saymırsansa, bugünə kimi motivasiyanı hər şey əldə eləmiş bizlərin uğurunu saymırsansa, indi burada pauza eləyirəm. Ağayev bir daha rəy yazdı, görək daha izahlı rəy. Məsələn, idman edirik səhər, həmin idmana deyir motivasiya yox, istək lazımdır. Durub həmin idmanı etmək üçün. Bəli. Çox gözəl. Bu məsələ, digər məsələ də bilirsiniz nədir dostlar? Motivasiyanı tənqid edən çox insanların baxıram ki, düşüncələrinə. Onlar motivasiyanı düzgün şəkildə anlamırlar heç. Motivasiyanın nə olduğunu bilmədikləri üçün əsas elə onu tənqid edirlər. Motivasiyanın nə olduğunu düzgün şey eləsələr, mütləq şəkildə öz həyatlarını sirayət eləyərlər. Başa düşürsünüz? O mənada. İndi gətirdiyim şey bəlkə də dediyinizə gəlib çıxacaq. Mən dinləyirəm qarşı tərəfi ki, yaxşı, motivasiya ilə uğur qazanmayacaqsa, bəs nədir? Solution nədir? Bir kəlmə deyirlər ki, disiplinli olmaq lazımdır. Ancaq disiplinli olsa uğur qazansa, mən niyə bilsən uğur qazanmışam? Çünki mən disiplinli olmuşam. Başa düşdüm. Axı, mən disiplinli ola bilmirəm. Axı, mən səndən solution, həll yolu istəyirəm axı. Və sən də mənə deyirsən ki, bilsən, mən disiplinliyəm deyə bütün bunları qazanım. Sən disiplinli deyilsənsə, onda incimə. Daha səndən adam olmayacaq yəni. Bu mu yəni? Budurmu həlli yolu? Bizə lazımdır ki, hər birimizin bir xəyalı var. Biz bir yol keçmişik və bu öz yolunu keçmiş insanlardan deyirik ki, bunun yolun yorası mənə də öyrət. Və sən mənə deyirsən ki, bunun yolun yorası disiplinli olmaqdır. Oldun, olmadınsa səndən bir adam çıxmayacaq, çatmayacaqsa öz xəyallarına. Dostlar, ən birinci, ən vacib şey bu həyatda birinci sənin öz həyat amalın olmalıdır. Həyat motivasiyan olmalıdır. Nə üçün istəyirsən? Niyə? Kim üçün? Hara? Yolun nədir? Bax, bu olmalıdır. Bu motivasiyan olduğu halda o sənə o yola çatmaq üçün gərəkli olanları eləməyə tətikləyəcək. Məhz sənin həyat motivasiyan olduğu halda sənin gündəlik o şeyləri eləməyə disiplinin olacaq yəni. Əgər sənin, bax, mənim müşahidə elədiyim insanlar
həyat motivasiyası olmayan insanlar öldür özünü, onların disiplini olmur. Onlar bir gün gedirlər. Əgər onun nə üçün elədiyini bilmirsə, o həyat motivasiyası yoxdursa onun, o bir yerlərdə o disiplin qırılır. Mümkün deyil. Mən motivasiyanı kənara atıp da yalnız disiplinlə bir şeylərə çatan adamı görməmişəm. Çünki o adam gündəlik disiplinlə iş görürsə, siz ona yaxınlaşıb deyirsən ki, bunu niyə eləyirsən? O deyir disiplinlə, amma orada bir məsələ var. Niyə disiplinlə eləyirsən? Yəni səbəb nədir? Çünki bu amalcı, aha, görürsən ki, bu adamın motivasiyası budur. Buna görə götürək müxtəlif özümün, yəni mentoru, həyat mentorlarımdan Məhəmməd Əli obrazını götürək. Yəni Məhəmməd Əli çox güclü bir boksçuydu və öz disiplinlə hər gün məşq edirdi. Niyə hamı Məhəmməd Əli kimi disiplinli ola bilmir? Çünki soruşanda ki, Məhəmməd Əli, sənin uğurun nədir? Təbii ki, o disiplin bayrağını qaldıranlar bir şey deyir. O disiplinli olub, ona görə yox. Necə olub disiplinli? Niyə Məhəmməd Əli disiplinli idi? Çünki Məhəmməd Əli bu dünyada insanlığa qarşı olan ədalətsizlik üzərinə bir mübarizə ruhu var idi içində. Və o dünyaya mesaj çatdırmaq istəyirdi. Və o bilirdi ki, sən sıradan bir insan olandan sonra bağır dünya səni dinləməyəcək. Əgər dünyanın səni dinləməyini istəyirsənsə, sən dünyada sözü keçən bir insana çevrilməlisən. Təbii ki, heç bir maddi varlıq içində dünyaya gəlməmiş, yoxluq içində yaşayan bir insanın o dünya baxırdı ki, bunu idman yolu ilə edə bilər. Əgər o bu boksu dərindən sahiblənib, gedib dünya çempionu olsa, o zaman o boks üzrə dünya çempionu olanda dünya onu ciddiyə alacaq, dünya onu dinləyəcək, onun danışdığını bütün verilişlər çəkəcək və o bu mesajı vermək üçün, xüsusilə irqçiliyə qarşı, insanlara haqsızlığa qarşı onun əsas amalı bu olduğu üçün o disiplinlə öz idman növü olan boksda disiplinli idi və gedib dünya çempionu olurdu. Ona qalib gələ bilmirdilər. Niyə? Çünki onun həyat motivasiyası nə idi? Onun hər bir qələbəsinin sonunda mikrofonlar ona yönəlirdi və o insanlığa istədiyi mesajı verə bilirdi. Onu verilişlərə çağırırdılar, o insanlığa istədiyi mesaja verirdi. Bunun kökü gedir, bax o amala, motivasiyaya dayanır. Ona görə də həyat motivasiyanız olmalıdır. Və o motivasiyada dostlar, ən çox da şey gəlir ki, biz bilmirəm niyə, biz düşünürük ki, dünyanın bizə daimi motivasiya deyə bir borcu var. Dostum, sən dünən tox idin, amma indi açsan. Sən dünən tərtəmiz idin, amma indi kirlənmisən, çinməlisən. Eyni zamanda sən dünən motivasiyalıydın, bugün sənin mudun, ruhun aşağıdır. Deməli, motivasiyalı qaldırmalısın. Və yəni, necə ki gündəlik biz qidalanırıq, təmizlənirik, eyni zamanda da ruhumuzu da gündəlik təmizləməliyik. Bu demək ki, ruhumuzu da motivasiya ilə qidalandırmalıyıq. Motivasiya gündəlik ruhun tələbidir və o ruha gündəlik verilməlidir. Və o siz də mənbəni bilməlisən. Hər şəxsin burada öz motivasiya mənbəyi var və o mənbə ilə hər gün qidalanmalıdır və heç bir mənbədən də tələb eləməməlidir ki, mən bu motivasiyanı aldım, 5 gün çəkdi, ondan sonra getdi. Yox. İnsanlar motivasiyanı biz nə səhv salırlar? Həvəslə. Həvəs başqa şeydir, motivasiya başqa şeydir. Sən bir boks, Rocky Balboa kinosuna baxıb, deyirsən ki, mən də boksçu olacağım. Bu motivasiya deyil, bu həvəsdir. Həvəsə düşürsən, deyirsən, sabahda mən də gedirəm boksa, gedirsən məşqə, 1-2 yumruq ağzıva yiyəndən kimi, həmən deyirsən ki, bu mənlik deyilmiş. Əlbəttə ki, başa düşürsünüz, bu həvəsdir və bunu gətirib motivasiya adını qoyub onu tənqid eləmək sadəcə yanlış düşüncə tərzidir, dostlar. Xülasə, doğru düşüncə tərzi hər birinizin həyat motivasiyası olmalıdır və hər gün sizə verilən bu limitli gün, həyatın səbəbi bu günə, gününüzü başlayanda birinci, ilk növbədə həyat motivasiyanı xatırlamalısan özünə, mən bu həyatda potensialım nədir, kim olmaq istəyirəm, kim olmaq üçün yaşayıram, mənim yolum haradır və hər gün bunu xatırlayıb, o adam olmağın üçün gərəkli olanı etmək üzərinə motivasiya ilə gedib, disiplinlə onu eləməlisən. Budur dostlar. Mənim bunun üzərinə fikrim sabitdir. Nə yaxşı ki də belə olmuşam. Və həddi büluğa çatanda artıq mənə bu qədər həyat adına, bu qədər xəyallarım adına bu qədər motivasiyalı olduğum üçün mənə xəyalpərəst deyirlər, xudpərəst deyirlər. Yəni
Hərdəm xəyal deyirdilər, amma yaxşı ki, bu məni qoruyub saxladım ki, bu mən olmağım sayəsində bütün xəyallarımı indi belə, günün bu gündə belə bir-bir hamısını gerçəkləşdirirəm. Həyatda nə edirlər, etsinlər, bircə sizin həyat motivasiyanızı əlinizdən ala bilməsinlər. Buna izin verməyin dostlar. O danışanlara da izin verməyin ki, sizi bu düşüncədən və ya izin verin, gedin görün, yaşayın, qoyun motivasiyanı kənara, yalnız disiplinlə hər gün bir şeylər eləməyə çalışın. Görüm, hara kimi gedəcək yəni. Bir yerə gelib çıxanı görməmişim, düzən desin. Belə, davam eləyək. Çox sağ olun, Ağayev, təşəkkür edirəm motivasiya üzərinə fikirlərinizi mənimlə bölüşmək istədiyiniz üçün. Məsələn, burada Ağayevin bir neçə rəyi də var. Bunun üzərinə onu da oxuyum. Məsələn, iş görən şəxs bir şeyə başlayanda bildiyi halda ki, bir nəticə olmayacaq. Nəsə bir reallığı söylədikdə motivasiya təsirinin olduğunu söylənilir. Bu fikir reallıqdan qaçmaqdırmı sizcə? Məsələn, iş görən şəxs bir şeyə başlayanda bildiyi halda ki, bir nəticə olmayacaq. Nəsə bir reallığı söylədikdə motivasiya təsirinin olduğunu söylənilir. Bu fikir reallıqdan qaçmaqdırmı sizcə də? Baxın dostlar, bu çox dərin bir mövzudur. Siz bir xəyal qurursunuz, düzdürmü? Mənim sizə tövsiyəm. Bax, burada yenə də nə mövzu ortaya girir? Mentor mövzusu ortaya girir. Bir, sənin bir xəyalın varsa, təbii ki, buna bir motivasiyan olmalıdır. Yenə də fikrim sabitdir. Amma nə etmək lazımdır? Bir, özünü o xəyala çatmış vəziyyətdə təsvir eləməlisən. Məsələ o bir maddi və ya qeyri-maddi bir şey ola bilər. O çatdığın an təkcə ona çatacam düşünməməlisən. Ona çatdığın andakı necə biri olacaqsan, bax, ona çatdın və necə bir şəxsiyyət olmalısan ki, ona çatasan, bu mövzudan yola qoyulmalısan və ona çatdığı anda ki, özünü görməlisən ki, bu okeyimmi? Yəni, mən bunu istəyirəmmi? Bax, buna diqqət eləməlisən, dostum. Yaxşı, bunu sən bu yaşında indi dəqiq bilə bilərsənmi? Xeyr. Sən artıq o xəyalığa çatmış və ya o xəyala oxşar çatmış insanların həyatlarına baxmalısan. Və o zaman artıq o cümlə ki işlədirsiniz ki, bir nəticə olacaq və olmayacaq. O nəticəni olmuş bir adamların həyatlarına baxıb görməlisən ki, doğrudan mı istəyirsən ona? Çünki təəssüf ki, bəzən biz hər kəs öz xəyalını çox şişirdir. Və bəzən də xəyal çox az insan olur ki, xəyalına çatandan sonra onu gözlədiyi kimi elə alır. Elə belə də gözləyirdim, aldım və ya gözlədiyindən artıq alır. Çox az adamda olur. Çox insan öz xəyalını o qədər ideallaşdırır, o qədər şişirdir ki, alandan sonra buydu elə, yəni o hissi yaşayırsan. Ona görə də xəyalın real olduğunu əgər sən öncədən müəyyən etsən, necə, hansı reallıqdakı dadını tatsan, artıq alınar sualına cavab tapacaqsan. Bunun da cavabı dediyim kimi, sənin yaşamaq istədiyin həyatı, o xəyalı artıq yaşayan insanları özünə mentor edinməlisən və onların həyatlarına baxmalısan və görməlisən bu məndə alınır və ya yoxsa yox. Məsəl üçün, bugünün trend peşələrindən biri HR olmaq. Hamı HR olmaq istəyir. Hamı. Çox adamdan işləyirəm ki, mən HR-lığa yönəlmək istəyirəm. Və baxanda ki, nədir HR? Niyə insanlara cəlbedici gəlir HR olmaq? Çünki özünü o lider krestosunda görürsən, qarşımda büzüşmüş belə namizədlər var. Mən seçirəm onu, mən seçmirəm onu falan. Bu hamıya necə də cazibədar görünür, düzdürmü? Amma mənə çox maraqlıdır. Bu qədər belə HR olmaq istəyən insanlar gedib bir dəfə HR-ın bir 24 saat işinin nədən ibarət olduğunu bir analiz ediblərmi? Müşahidə ediblərmi? Əminliklə deyirəm ki, bu qədər çox HR olmaq istəyən insanların HR-ın bir aylıq iş rejimini göstərsən, rahatlıqla deyirəm 80% qaçar. Deyir ki, mənə lazım deyil bu. Çünki biz peşələrin əsl üzünü görmürük yəni. Elə deyirik ki, HR olmaq istəyirəm, nə bilim, mühəndis olmaq istəyirəm və ya trend olan, mühəndisliyə trend olan bir peşə çıxdı, sətəmçi, HC injinerlər. Hamı HC-yə yönəldi, hamı sətəmçi olmaq istədi. Mən o yönələn insanlardan sadəcə görmək istəyirəm ki, əsl belə işini dərindən bilən bir sətəmçinin heç olmasa bir aylıq işinə baxsa, neçə insan hələ də sətəmçi olmaq istəyəcək?
əminliklə deyirəm ki, 80% deyəcək ki, oyda bu nəymiş ya, bu sadəcə mənə reklam imiş, yəni. Başa düşürsünüz dostlar? Ona görə də xəyalınızdakı gələcəyi mümkün qədər düzgün vizualizasiya eləməlisiniz və o zaman cavab tapacaqsınız ki, doğrudanmı mən bunu istəyirəm və yoxsa yox. O zaman öz şəxsi keyfiyyətlərinizi baxacaqsınız, aha, bu xəyala çatmaq üçün bu insanda bu şəxsi keyfiyyətlər olmalıdır. Mən özümdə bu şəxsi keyfiyyətləri formalaşdıra bilərəm, yoxsa yox. Bax, o zaman artıq doğru motivasiya olacaq, doğru xəyal qurmaq, doğru istiqamət almış olacaqsınız. Belə.